son vaxtlarda tez-tez rastlaşırıq. Deyirlər ki, sənin bu dünyaya gəlmə səbəbin var, bir məqsədin var, bir missiyan var. Bu missiyanı eləyəcəksən. Hər kəs də missiyanı yerdə, dağda, daşda, çöldə, bacada axtarır. Missiyamız hardadır? Necə insan buna çatmalıdır ki, o öz missiyasını başa düşməlidir və həyatında həqiqətən missiyamı tapdım, rahatlığını tapmalıdır və həyatına davam eləməlidir. Kiçik surələrdən biri var, Əsr surəsidir. Və Allah orada zamanı and içir, əsrə and içir. Vəl əsrə, and olsun əsrə. Ümumiyyətlə biz andla başlayan surələrdə bilirik ki, xüsusi bir mesajlar var bizə. Və Allah o mesajları insanlara çatdırmaqda məqsədi odur ki, bu sözlərdən möhkəm yapışın ki, zəlalətə uğramayın da. Məsələn, hər gün namazda ki, biz deyirik, İlahi bizi zəlalətə düşənlərin yoluna deyil də, nemət verdiklərinin yoluna hidayət elə. İhdinə sıratəl müstəqim. Əsas hədəf elə budur ki, İlahi bizi doğru yola hidayət elə. O Əsr surəsində Allah insan haqqında danışır. Əsrə and içir. Bəzən deyirlər son əsr, axır zamandan gedir söhbət. Bəzən elə sadəcə olaraq zamana dəlalət edir. Bəzən deyirlər Peyğəmbər sallallahu zamanı. Fərq eləməz. Allah burada bir and içir. Və çox mühüm məsələlərdə and gəlir. İnsandan gedir söhbət. Buyurulur ki, deməli, orada and içəndə vəl əsr innəl insənə ləfi xusur deyir Allah. Həqiqətən də insan ziyandadır, zəlalətdədir. Allah burada bizə bir bildiriş verir ki, ziyandasız əslində. Yəni, belə deyək də, mühüm bir şey olanda stop yazılır, dayanırsan ki, burada nəsə var. Burada sanki Allah bizi ayıldırmağa çalışır ki, dayanın, ziyandasız. Və davamıca baxır, illəl-ləzinə, burada artıq istisna gətirir. İnsan evladı ziyandadır, amma və amması var. Orada istisnalar var. İlləlləzinə əmənu və əmilüs salihat. Buyurulur ki, amma bunlardan başqa, kimlərdən başqa? Əmənu, iman gətirərlər, inanarlar, salihat, salih işlərə, yaxşı işlərə, gözəl işlərə iman gətirərlər, inanarlar və əmilus salihat və onları əmələ keçirdərlər, əməl eləyərlər. Buradan məlumdur ki, sənin insan kimi olmağın sadəcə olaraq nəyəsə inanmaqdan ibarət deyil. Sən onu həm də əmələ keçirdəcəksən. İcrasını da edəcək. Mütləq. Və bununla da kifayətlənmir? Yox, bununla kifayətlənmir və sonunda nə deyir? Və təvasav bil haqq və təvasav bis sabr. Gəlir insan bu iman gətirdikdən sonra, yaxşı, gözəl işlərə inandıqdan sonra və onları həyata keçirdəndən sonra, yəni öz üzərində onları tətbiq etdikdən sonra baxırıq ki, Allah insana bir dənə məqam verir. Nə məqamı verir? Tövsiyə etmək, dəvət eləmək, çağırmaq nəyə? Və təvasav bil haqq, haqqa çağıranlar və səbrə dəvət edənlər. Haqq və səbir carçısı olacaqsan. Bu mərhələləri, bu etapları keçəndə tam Allahın istədiyi insan ola bilir insan.